Nə pizzadır, nə bulku. Adını siz qoyun, amma mütləq hazırlayın. Qaba 500 qram un əlavə edib ortasında dəliyə açdığım dəliyə 1 dolu stəkan ilıq süd, 1 paket maya və 1 dolu xörək qaşığı şəkər tozu əlavə edib qarışdırıb bir qədər mayanın qabarmağını gözləyin. Aktivləşən mayanın üzərinə 1 dolu stəkan duru yağ, 1 dolu çay qaşığı duz və 2 ədəd yumurtanın ağını əlavə edib xəmir yoğururam. Xəmiri 2 qat qabarana qədər kənarda gözlədirəm və bu ərəfədə içliyi hazır edirəm. İçlik üçün mən pomidordan, sosisdən və Holland pendirindən istifadə etdim. 2 qat qabaran xəmirimin havasını aldıqdan sonra videoda gördüyünüz qaydada 12 bərabər hissəyə bölüb kündələr edirəm. Hazırladığım kündələri də 10 dəqiqə kənarda gözlədirəm və bu ərəfədə xəmirin içliyinə vuracağım soğuzun hazırlanmasına keçirəm. Soğuzu hazırlamaq üçün qaba 1 xörək qaşığı tomat pastası, üzərinə 1 xörək qaşığı duru yağ, duz, istiot əlavə edib su ilə açıram. Kündəni videoda gördüyünüz qaydada bir qədər açdıqdan sonra kəsiklər atıram. Əvvəlcə soğuzu, sonra isə hazırladığım içlikdən bir qədər qoyduqdan sonra videoda gördüyünüz kimi bir-birinin üzərinə gəlmək şərti ilə kənar ucları birləşdirirəm. Bütün kündələrimi bu qaydada etdikdən sonra yenidən listə 10 dəqiqə müddətində mayalanmağa qoyuram. 2 ədəd yumurta sarısının üzərinə 1 dolu xörək qaşığı süd əlavə edib kündələrimin üzərinə vururam. Və öncədən isitdiyim 180 dərəcəli sobada alt-üst rejimdə bişməyə göndərirəm. Yumşaq, çox ləzzətli alır. Mən tapa bilmədim. Bəs siz adına nə qoyardınız?